Salam dostlar, hamınızı xoş gördük. Deməli, hədisləri araşdırarkən, hansısa bir hədis kitablarında mövcud olan hədisi araşdırarkən, onun səhih olub olmadığını yoxlayarkən bir neçə şeyə baxılır. Onlardan biri də hədisin mətnidir, məzmunudur. Məsələn, hədisin sənədinə baxılır, sənədi səhihdirmi, səhih deyilmi? Ondan sonra hədisin mətninə də baxılır. Çünki bəzən hədisin sənədi səhih ola bilər, amma bu o demək deyil ki, o hədis Peyğəmbərin sözüdür, imamın sözüdür. Çünki mətnə baxanda elə bir orada ziddiyyətli halla üzləşirik ki, artıq bizdə belə deyək, bir qənaət yaranır ki, bu sözü məsum deyə bilməz. Bu söz Peyğəmbərin və Əhl-i Beytin kəlamı ola bilməz. Ona görə mətn çox önəmlidir. Yəni sənəd də önəmlidir, hədisin sənədi də çox önəmlidir, amma mətni də çox önəmlidir. Mən bir dənə nümunə vermək istəyirəm burada. Deməli, Seyyid Xoyni hamımız tanıyırıq. Böyük bir fəqihdir, böyük bir hədis və rical alimidir. Təbii ki, onun sözləri, onun yanaşması təbii ki, mötəbərdir. Çünki Seyyid Xoyni sözünün həqiqi mənasında rical və hədis sahəsində mütəxəssis bir şəxsiyyətdir. Yəni, onun məsələyə yanaşması fikrimcə çox maraqlı olardı. Mən istəyirəm Seyyidin bir fikrini burada sizə çatdırım. Deməli, Seyyidin bir kitabı var, Mu'cam Rucalil Hadis, Mu'cam Rucalil Hadis, rical elminə aid yazılan kitabdır. Burada ravilərin, yəni hədis nəql edən şəxslərin tərcümə halı qeyd olunub. Lakin müqəddimədə Seyyid rical elminə aid, hədis kitablarına aid müxtəsər bir müqəddimə qeyd edib, çox faydalıdır. Ərəbcə bilən dostlara, bu sayına maraqlanan dostlara oxumağı şiddətlə tövsiyə edirəm. Orada bir yer var, səhifə 35-də. Seyyid burada bizim hədis kitablarının hamısının səhih olmadığını, yəni hədis kitablarında mövcud olan hədislərin hamısının səhih olmadığını, ondan əlavə onların Peyğəmbər və Əhl-i Beytindən qəti şəkildə rəvayət edilmədiyini burada qeyd edir və bu Seyyidin bir növ əxbarlərə cavabıdır. Çünki əxbarlər bilirsiniz ki, iddia edirlər ki, 4 kitabda, yəni Kafidə, Mən la yaxdurul fəqih, Təhzib və İstibsarda bu 4 kitabda olan hədislər hamısı qəti şəkildə bizə gəlib çatıb. Yəni bizim o hədislərin məsumlardan gəldiyinə dair bizdə bir əminlik var, yəqin var. Seyyid deyir ki, xeyr, belə deyil. Və Seyyid bir dənə nümunə çəkir burada. Mən istəyirəm o nümunəni sizə oxuyum. Buyurur ki, ثُمَّ إِنَّ فِي الْكَافِ لَا سِيَّمَا فِي الرَّوْضَ رِوَايَاتْ لَا يَسَعُنَا التَّصْدِيقُ بِصُدُورِهَا عَنِ الْمَعْصُومِ عَلَيْهِ السَّلَامِ. Buyurur ki, Kafi kitabında, xüsusilə Kafinin Rovda hissəsində bəzi hədislər var ki, onları təsdiq etmək mümkün deyil. وَلَا بُدَّ مِنْ رَدِّ عِلْمِهَا إِلَيْهِمْ عَلَيْهِمُ السَّلَامِ. Onların, belə deyək, həqiqi mənasını gərək biz ötürək məsumların özlərinə. Yəni, onun həqiqi mənasını məsumlar bilə bilər. Biz bilə bilmərik. Niyə? Çünki ilk baxışda ziddiyyət var. وَالتَّعَرُضْ لَهَا يُوجِبُ الْخُرُوجِ عَنْ وَضْعِ الْكِتَابُ. Hədislərə biz bir toxunsaq, ki, Seyyid deyir, bəzi hədislər var, onları təsdiq etmək mümkün deyil. Onlara bir toxunsaq, bu uzun çəkəcək. وَلَكِنَّنَا نَتَعَرَّضْ لِوَاحِدَةٍ مِنْهَا وَنُحِيلُ الْبَاقِ إِلَى الْبَاحِثِينَ. Seyyid deyir ki, bir dənə mən nümunə burada çəkəcəm. Digərlərini isə bunu tədqiqatçıların öhdəsinə qoyuram. Seyyid bir dənə nümunə çəkir, bir dənə hədis qeyd edir. فَقَدْ رَوَى محمد بن يعقوب بإسناده عن أبي بصير عن أبي عبد الله عليه السلام في قول الله عز وجل. Deməli, Əbi Bəsir İmam Sadiqdən bir hədis nəql edir. Quranda Zuhruf surəsinin 44-cü ayəsində Allah buyurur ki, وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ وَسَوْفَ تُسْأَلُونَ. Bu indi tərcümələrdə adətən Qurana işarə olunur ki, bu Quran sənin üçün və qövmün üçün bir zikirdir, bir xatırlatmadır. Sonra siz ondan soruşulacaqsınız. Lakin bu hədisdə İmam buyurur ki, فَرَسُولُ sallallahu aleyhi və alihi əz-zikru. Aydındır. Burada zikirdən məqsəd kimdir? Peyğəmbərdir, nəinki Quran. Və əhlu beytihi əl-məs'ulun və hum əhlu zikr. Peyğəmbərin əhli beyti nə oldu? Artıq zikr əhli və hum əhlu zikr. Aydındır. Peyğəmbər əgər zikirdirsə, aydın məsələdir ki, Peyğəmbərin əhli beytilə nə olur? Zikr əhli olur. Bu hədisdir. Yəni, hədisin zahirindən nə başa düşülür? Hədisin zahirindən bu başa düşülür ki, Quranın Zuhruf surəsində qeyd elədik ki, o zikirdir sənin üçün və sənin qövmün üçün. Baxmayaraq ki, ilk
baxışdan belə başa düşülür ki, burada məqsəd Qurandır, amma hədis deyir ki, İmam Sadiqdən nəql olunan hədis deyir ki, xeyr, burada məqsəd Peyğəmbərdir. Seyyid baxın bunu necə irad bildirir, mətnə irad bildirir. Buyurur ki, əqulu, لو كان المراد بالذكر في الآية المباركة رسول الله صلى الله عليه وآله فمن المخاطب. Baxın, çox görün necə incə bir məqamdır. Yəni, bu incəliyi ancaq kim görə bilər? Mütəxəssis görə bilər. Deyir ki, əgər biz burada desək ki, zikirdən məqsəd Peyğəmbərdir, o zaman burada kimə müraciət olunur? Axı, ayə deyir ki, bu sənə zikirdir, sənin üçün və sənin qövmün üçün zikirdir. Deməli, burada bir zikir var, ayə onu deyir, bir zikir var. Sonra ayə deyir ki, bu sənin üçün zikirdir. Baxın, Seyyid Xoyunun iradı budur. Deyir, əgər biz desək ki, zikirdən məqsəd Peyğəmbərdirsə, o zaman o ayədə kimə deyilir ki, sənin üçündür zikir? Aydın məsələdir ki, bir insan özü üçün zikr ola bilməz. Deməli, Seyyid deyir ki, hədisin bu mətnində olan ziddiyyət burada aşağı görünür. Əgər biz desək zikirdən məqsəd Peyğəmbərdir, o zaman kimə xitab olunur? Əgər desə Peyğəmbərin özünə xitab olunur, məntiqsizdir. Ki, Allah desin ki, ey Rəsulum, sənə zikirdir. Sənin özünə zikirdir. Bu məntiqsizdir. Deməli, bu hədisin mətni nəyə göstərir? Bu hədisin mətni onu göstərir ki, bu hədisin, belə deyək, bu hədisə əsasən Quranı bu şəkildə təfsir etmək ziddiyyətə səbəb olur. Aydındır, dostlar, baxın, çox incə bir məqamdır. وَمَنِ الْمُرَادْ مِنَ الضَّمِيرِ فِي قَوْلِهِ لَكَ وَلِقَوْمِكَ فَكَيْفَ يُمْكِنُ الْإِلْتِزَامِ بِصُدُورِ مِثْلِ هَذَا الْكَلَامِ مِنَ الْمَعْصُومِ عَلَيْهِ السَّلَامِ فَضْلًا عَنْ دَعْوَى الْقَطْعِ بِصُدُورِهِ. Seyyid Xoy deyir ki, burada açıq-aşkar ziddiyyət var. Yəni, belə bir hədisin məsumdan gəldiyini biz necə iddia edə bilərik? Yəni, hətta deyir ki, bəziləri daha da irəli gedərək deyirlər ki, bu hədisin Peyğəmbərdən gəlməsinə dair bizdə qətiyyət var, yəqinlik var. Yəni, 100%dir bu. Seyyid Xoy deyir, bunu heç səhih qəbul edə bilmərik. O ki, qalsın buna biz qətiyyət iddiası edək. Burada səhihlə qəti arasında fərq nədir, dostlar? Səhihlə qəti arasında fərq budur ki, biz hədisə baxırıq, əgər sənədində, mətnində heç bir problem yoxdursa, deyirik, bu hədis səhihdir. Amma yenə də zənn ifadə edir. Yəni, nəticədə hədis nədir? Mütəvatir olmadığı üçün, vahid xəbər olduğu üçün zənn ifadə edir. Amma qətiyyət odur ki, artıq bu ya mütəvatir yoldan olsun, ya başqa bir yoldan olsun, burada nə var? Qətiyyət var. Yəni, 100%likdir ki, 100% əminsən ki, bu Peyğəmbərdən gəlib bizə. Seyyid Xoy deyir ki, biz bu hədisi heç səhih qəbul edə bilmərik. O ki, qalsın əxbarlərin dediyi kimi, deyir ki, bu hədis qəti şəkildə bizə gəlib çatıbdır. Aydındır. Və aləl cümlə innə və ənə də'vəl qat'i bi ədəm suduri bə'di rivayatil kafi anil ma'sum aleyhissələm vələv icmələn qaribətun ciddən. Və deyir, bu kimi dəlillərə əsasən Usul Kafidə, ümumiyyətlə Kafi kitabında, Şeyx Kuleynin Kafi kitabında olan hədislərin bir qisminin Peyğəmbərdən, məsumlardan gəlmədiyinə dair bizdə olan qənaət qətiyə yaxındır. Yəni, biz tam 100% deməsək də ona yaxın bir şəkildə bizdə əminlik, xatircəmlik var ki, bu hədislər heç vaxt Peyğəmbərdən gələ bilməz. Və mə'azəlikə fiyasihü da'va əl-ilm بِصُدُورِ جَمِعِ رِوَيَاتِهِ عَنِ الْمَعْصُومِ عَلَيْهِسَّلَامِ. Belə olan təqdirdə biz necə elm iddia edir? Burada elmdə məqsəd, yəni qətiyyət, yəqin. Yəni, belə olan təqdirdə biz necə iddia edə bilərik ki, bu Kafi də olmaqla digər kitablarda, hədis kitablarında mövcud olan hədislərin hamısı 100% Peyğəmbərdən gəlib, məsumdan gəlib. Belə bir şey mümkün deyil. Baxın, bu çox sadə bir misal idi. Görürsünüz ki, hədisi başa düşərkən, hədisi başa düşmək, araşdırarkən, başa düşmək istəyərkən, onu incələyərkən mətn nə qədər rol oynayır, nə qədər önəmli burada rol oynayır. Təbii ki, burada mütəxəssis rəyi də çox önəmlidir. Dostlar, bunu yenə vurğulamaq istəyirəm. Mütəxəssis rəyi çox önəmlidir. Yəni, bunu adi bir insan, məsələn, indi tutalım, hansısa bir ərəb və ya tərcümə olunan dildə oxuyan, o dili danışan bir insan, başa düşən bir insan bu mətni oxuyarkən ola bilsin ki, bu incəliyi tuta bilməsin. Mütəxəssisin də əhəmiyyəti rolu burada önə çıxır ki, mütəxəssis o hədisin mətnində digər insanların, adi insanların fərqinə varmadığı o boşluğu neynir, görür və ona irad tutur. Ona görə alimlərin kitablarını, alimlərin bu hədislər barədə rəylərini, fikirlərini, tənqidlərini, mülahizələrini oxumaq çox önəmlidir. Və bu, Seyyid Xoyunun fikri bir daha onu göstərir ki, hər hədis, hətta sənədi səhih olsa belə, o demək deyil ki, biz onu 100% qəbul etməliyik. Nə etməliyik?
mətnə də diqqətlə baxmalıyıq. Ümid edirəm faydalı oldu. İnşallah növbəti çıxışlarda görüşənədək hələlik.